Məhv olsun insan. O necə də kafirdir. O onu nədən yaratdı? Damcıdan. Onu yaratdı və nizamladı. Sonra yolu onun üçün yüngülləşdirdi. Sonra onu öldürdü və qəbrə qoydu. Sonra nə zaman istədisə onu diriltdi. Xeyr, o onun əmr etdiyini yerinə yetirmir. Qoy insan öz qidasına bir baxsın. Biz suyu necə də leysan yağışı ilə tökdük. Sonra yeri yarıqlarla yardıq və orada dənli bitkilər bitirdik. Və üzüm, və ot, və zeytun, və xurma ağacları, və sıx bağlar, və meyvələr, və bitkilər. Sizə və heyvanlarınıza fayda üçün. Və o qulaq batırıcı səs gələndə, o gün ki insan qaçar öz qardaşından və anasından və atasından və həyat yoldaşından və oğullarından. Onlardan hər birinin o gün özünə yetəcək qədər işi vardır. Üzlər o gün aydın, gülən və şən olacaqdır. Və üzlər o gün tozlu olacaq, onları torpaq bürüyəcəkdir. Məhz onlar kafirlər və pozğunlardır.